Nəyə görə Y4 piyadasını qurban verir? Yox. Yox. Fikirləşin. Həmişə sonra. O bunu burandan o at çıxın. Bu piyadanı umaq istəyir ki, burada möhkəmlənsin. Bu piyadanı umaq, o düzdür, kirəşin piyada olsa da umaq maraqlı olur da. Burada həm də fil gedəcək. Hə, fil olsa pasif durub da, müdafiə xarakteri durur belə fil burada. Düzdürmü? Ona görə vurmur. O şahmatları görürsün, belə şeylərdən istifadə edir. Və vurmur. Vəzir D7. İkinci dünya çempionu vəzir D7 oynayır. Və burada deyir ki, bunun yerinə heç olmasa D5 daha yaxşı giriş olardı. Mərkəzdə oynamaq daha yaxşı olardı. İndi o dünya çempionları burada da səhv edir. D5 oynamaq daha yaxşı olardı da. Mərkəzdə oynayır da. Bunu vurar, vurur bunu. Kirəşin piyadandan azad olardı da. Dvoyni piyada. Vəzir D7, görək burada nə olmuyor. Vəzir D7, at R3. Söyüş gəlir. Və burada Lasket burada səhv edir. Dünya çempionu olmalı olmur. Top Y8 olmuyor. Burada at üçün Y8 xanasını saxlamaq üçün daha yaxşı olardı. Top D8 xanasını. Yaxşı olardı ki, topu D8 xanasına qoyur. Ki, gələcəkdə D5 geçişini edə bilərsən, mərkəzə atasan da. Mərkəzdə oyun almalısan. Oyun almasan, qaralar tez sıxışacaq. Çünki bu fillər açılır. Həm də filin yolunu açmaq lazımdır. Bunu, bu atıb gelib burası tutuşmaq lazımdır. Fil buradan çıxartmaq lazımdır. Sonra da D5 gəlib, artıq buralardan harası da oynamaq maraqlı olur. Bu manevri deyil.